Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da çox gözəl naxışdır. Bunu da 2 ilməkdən götürmüşəm. Naxış 2 ilməkdən olduğuna görə 2 tərs 2 düz. Ona görə rezinka hissəsində 2 tərs 2 düz toxumuşam. Siz nə qədər istəsəz uzunluğun eynini götürə bilərsiniz. Sapındakı yenə 250 metrəlik sapdır. 100 qramlıq 250 metrəlik sapdır. Bunu indi bundan da jilet, jaket, süvetrə, papağa, nə istəsəz toxuya bilərsiniz. Bunun üçün indi mən belə bir milimin üstə yığmışam. 1-2 sıra toxumuşam. 2-2 götürmüşəm. 2 tərs 2 düz. Belə bu formada. Bura tərs üzüdür. Bu bir sıra da toxuyuram. Rezinka hissəsini kim nə qədər istəyir, o qədər də toxuya bilər. Mən biraz qısa toxudum. Burada naxış toxumaq üçün. Formada. İndi mən buradan birinci ilməni götürürəm, kənar ilməkdə. Bu düz ilməkləri bu tərəfdəki sağa tərəf dəyişirəm. Bu tərs ilməklə bir yerdə dəyişirəm yerin. Düz toxuyuram. Bunu da düz toxuyuram. Bu birisi ilməni, düz ilməni sola tərəf çevirirəm. Tərs ilməklər qalmır. Düz. Bu birisi naxışlarda yenə düz ilməkləri birini sağa, birini də sola. Yenə bu ilməkləri birini sağa, birini sola. İndi tərs üzdən hamısını tərs toxuyuram. Kənarı götürürəm. Bütün ilməkləri tərs toxuyuram. Kənar ilməni də yenə tərs toxudum. İndi düz üzdən buradan necə başlamışdıqsa, buradan yenə 2 tərs 2 düz. Yerlərini dəyişmirəm. Necə əvvəldən toxumuşdumsa, axıra qədər yenə elə. Tərsləri tərs, düzləri də düz. 2 düz.
2 tərs, 2 düz. Axırda da 2 tərs. Tərs üzdən də yenə. Tərsləri tərs, düzləri də düz. 2 düz, 2 tərs. İndi burada bu bir dəfə naxış tamamlandı. İndi ikincisi də toxuyuram ki, naxış görünsün. Hələ burada seçilmir naxış. Yenə birinci ilməni götürürəm. Burada yenə də düz ilməkləri birin sağa, birin sola dəyişirəm. İlməkləri hamısını düz toxuyuram. Bunlarda yenə hamısını. Sağa birini, bunu da sola. Kənarı da yenə tərs toxudum. Bu formada. İndi buradan seçilir naxışlar. Arxa tərəfdən yenə hamısını tərs toxuyuram. Kənarı götürürəm, qalan ilməkləri hamısını tərs. Formada yenə naxış alınır. İndi buradan yenə eyni şeyi təkrar edirik. 2 tərs, 2 düz, 2 tərs, 2 düz. Sonra yenə də həmin naxışı, yerlərini dəyişirik, ilməklərin. Formada belə bir naxış alınır. Sağ olun, gələn videomda görüşənə qədər.